Allahu Akbar, Allahu Akbar. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Ramazan ayında insan özünə hörmət edir. İnsan nə zaman özünə hörmət etmir? Günahlar etdikdə. Zinakar insan özünə hörmət edər? Yox. Şərabxor insan özünə hörmət edir? Yox. Oğru insan özünə hörmət edir? Yox. Və daha nə qədər günahlar var, onları edən insan özünə hörmət etmir. Hər kəs özünü yaxşı tanıyır. Mən əgər həsədşiramsa, insanların xainlığını çəkirəmsə və s. günahlar edirəmsə, deməli mən özümə hörmət etmirəm. Amma Ramazan ayı gəlir, bu günahların qarşısını almaqla insanın özü özünə hörmət etməyini vadar edir. Artıq mən düşünürəm ki, mən həqiqətən də nə gözəl insanam, nə yaxşı insanam. Yəni, heç kimə pisliyim yoxdur. Allaha yaxın insanam, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinirəm, özümə hörmət edirəm. Ramazan ayı, əziz qardaşlar, insanı özünə hörmət eləməyi vacib edir. Necə vacib edir? Günahlardan çəkinməklə. Sən günahlardan çəkinməklə özünə hörmət etmiş olursan.